Allah bəndələri əvvəl özümü, sonra siz əzizləri ilahi təqvaya, ilahi nizam intizama, Allah bəyənən şəkildə düşünüb, Allah bəyənən şəkildə əməl etməyə dəvət və vəsiyyət edirəm. Allah bizi təqvalı bəndələrdən qərar versin. Allah aqibətimizi xeyir eləsin, dünya və axirətimizi abad eləsin inşallah. Əzizlərim, bir həyat bizi qarşıda axirət həyatından qabaq gözləyir. Ona deyərlər ölüm anı, ölüm vaxtı. Quran-ı Kərimdə bir yerdə cəmi o vaxta işarə olunub. Allah Təbarək və Teala Qaf surəsinin 19-cu ayəsində bu barədə danışır. Əvvəlcə bir izah verim, gəlim çıxım ora, ayəni oxuyacağım inşallah. Səkrətul Mavt deyir o ayədə. Qaf surəsi 19-cu ayədə Səkrətul Mavt, səkrə məslik deməkdir. Ölümün məsliyindən danışır Allah Təbarək və Teala. Həmin zaman o can vermə anı dünya ilə axirətin arasında yaşanan bir həyatdır. Mən deyirəm, yaşanan bir həyatdır. Ola bilər, məsələn, bizə 1 dəqiqə, 5 dəqiqə, 1 gün, 5 gün kimi gələr. Amma insanın özünün ən azı bir həyat yaşadığı, bu dünya qədər yaşadığı, bu həyat qədər yaşadığı bir zamandır o zaman. Dünyadan əli üzülüb, artıq o can vermə anı, Allah həmin gün hamımıza rəhm eləsin, dünyadan əli üzülüb, axirətə də hələ çatmayıb, ikisinin arasındadır. Həmin zaman o qədər çətin andı, yenə deyirəm, Allah bizə rəhm eləsin, həmin zamanda o iki cür hadisə baş verir həmin zamanda. Həmin zaman insanın yanına mələklər nazil olar, bir də şeytan gələr. Allah həmin gün şeytanın imanı aparmaq təhlükəsi var, həmin gün hamımıza rəhm eləsin. Ümumiyyətlə həmin gün, həmin saat bizim bu dünyada etdiyimiz əməllərə bağlıdır. Bu dünyada nəyə bağlıyıqsa ondan asılıdır. Deyirəm, nəyə bağlıyıqsa ondan asılıdır. Ümumiyyətlə həyatda, dünyada Allah Təbarək və Teala insanı bağlı olduğu şeylərlə imtihan eləyir. Mən bir misal üçün deyirəm, Allah Teala Həzrəti Yəqubu 12 oğlunun içərisində Həzrəti Yusiflə imtihan eləyir. Niyə görə? Çünki Həzrəti Yəqub, Həzrəti Yusifə oğlanlarının hamısından çox bağlıdır. Ona görə mütəal Allah Həzrəti Yəqubu Həzrəti Yusiflə imtihan eləyir. Bir salavat deyək Muhammed Ali Muhammedə. Bütün həyat boyu olan şeylər həmin zaman gözün qabağına gələr. O can vermə alında bütün etdiklərin, həyat boyu etdiklərin gələr çıxar gözün qabağına. Quran-ı Kərim Qaf surəsi 19-cu ayədə buyurur, Caət səkratul mavt bilhaq zalikə ma kunte minhu tahid. Ölüm bihuşluğu, o sarxoşluğu, məsliyi gələn zaman həqiqətən gələcəkdir. Ay insan, bu sənin uzaq qaçdığın şeydir. İnsan istəyir ondan qaça, amma mütləq bilhaq, haqq olaraq gələcək. Bağlı olduqlarından asılı olaraq həmin gün mələk də gələ bilər, şeytan da gələ bilər. Quran-ı Kərim buyurur Nəhl surəsi 32-ci ayədə Əllədinə tətəvvəffahumul mələikət təyyibin yəqulunə salamun əleykum udxulul cənnə bima kuntum tə'məlun. O kəslər ki, mələklər onların canların pak olduqları halda alıb, sizə salam olsun deyərlər, etdiyiniz gözəl əməllərə görə cənnətə daxil olun deyərlər. Bir dəstə insan dünyadan gedəndə, Allah bizi bunlardan desin, mələk nazirlər yanına salam deyərək apararlar, deyərlər cənnətə xoş gəldiniz.
Seyyid Bəhrül Ülum, Allah rəhmət eləsin, bizim Nəcəf alimlərimizdəndir. Seyyid Məhdi Bəhrül Ülum. Deyir, mən Peyğəmbərimizin bir hədisini oxudum. Peyğəmbərimiz buyurur, mömin can verəndə onun ruhun bədənindən mələklər elə alarlar, tükü xamırdan çıxardan kimi. Kafir və münafiqin canı elə alınar. Elə bil qoyunun yunundan qaratikan kolunu ayırırsan və yaxud da bir adamın bədəninə 100 dənə xəncər vurub çıxardarsan, o ağır acı ilə gedər dünyadan. Deyir, mən bu hədisi Quranda axtardım, ayə tapım. Axı, Quran gərək, hədis Quranla uyğun gəlsin. Deyir, istədim Quranda tapam təsdiqin, Quranda tapa bilmədim. Yazdım altından, bu hədis yalandır, Peyğəmbərin adına deyilim. Həmin gecə yuxuma Allah Rəsulü gəldi. Dedi, oğul, niyə görə mənim hədisimin altından yalan hökm verirsən? Dedim, ya Rasulallah, çünki mən bu hədisin tapa bilmədim Quranda təsdiqim. Allah Rəsulü mənə buyurdu, təsdiqi var, sən görməyibsin. Dedim, ya Rasulallah, haradadır? Dedi, Allah təbarək və təala Quran-ı Kərimdə, Yusuf surəsində Yusifin halından xəbər verəndə Züleyxanı qınadılar. Züleyxa, niyə bu cür eləyirsən? Yusif Peyğəmbəri gətirdi, Misirin zadəgan xanımlarının içərisindən keçirtdi və əllərinə bir bıçaq, bir narıncı, bir meymə verdi. Yusifi görəndə meyvə əvəzinə əllərini doğradılar, hiss eləmədilər ağrı acını. Ya Rasulallah, bu necə? İnsan gözəllik görəndə ağrı acını hiss eləməz. Allah Teala mömin dünyadan gedəndə möminə cənnəti göstərər can verən anında, inşallah. İnsan o gözəlliyi görəndə ölüm mələyinin onun canın çəkməsindən ağrı acını hiss eləməz. Amma kafirə də öz axirətini göstərər Allah Təbarək və Teala. Cəhənnəmi və cəhənnəm mələklərini görəndə həm o görüntü, həm bu ağrı acı ikisi kafir üçün və münafiq üçün çətin olar. Ona görə bu ayəyə görə bu hadisəni dedim. Nəhl surəsi 32-ci ayə buyurur, mələklər insanın, möminin ruhunu alanda pak olaraq halında salam deyərlər və deyərlər cənnətə daxil olun, müjdəsini verərlər. Və bir də Ən'am surəsi 121-ci ayədə Müteala Allah buyurur, İnnəş-şeyatinə ləyuhunə ilə əvliyahim. Şeytanlar da öz dostlarına gələrlər, vəhiy eləyərlər, qulaqlarına pıçıldayarlar, su ilə aldadarlar, nə ilənsə imanın əlindən almaq üçün. Allah imanımızdan müğayət olsun inşallah. Şeyx Abbas Quminin halatında yazırlar. Şeyx Abbas Qumi dünyasını dəyişən zaman, o halının ağır olan vaxt, oğluna dedi, oğul, Səfinətül Bəhar kitabın, öz yazdığım kitab başımın yanındadır, bunu uzaqlaşdır məndən. Dedi, ağa, niyə? Dedi, yazdığım kitabların içində ən çox bunu sevirəm, qorxuram şeytan gələ bununla aldada məni. Uzaqlaşdır. Nəyə bağlısansa onunla aldadar səni. Evə bağlısan, pula bağlısan, nəyə bağlısan, şeytan gətirər, tutar gözünün qabağında, deyər, əgər tabi olmasa, məsələn, yandırıram. Bu cür aldadar. Bəs neyniyək həmin gün asan olsun? Hamımız üçün var. Əynəmə təkunu yudrikkumul mavt və ləv kuntum fi burucin müşəyyidə. Möhkəm qalalar içində də olsanız, ölüm sizi tapacaq. Bu Allah ayəsidir, Qur'an-ı Kərimdir. Bəs həmin gün hamımız üçün varsa, neyniyək asan olsun? İmam Sadiq əleyhissalam buyurur, Mən əradə ən yuxəffifəllah əzzə və cəl səkratil mavt ya sakaratul mavt fəliyəkun liqərabətihi vəsula və bivalideyhi barra. Hər kim istəyir ki, Allah Teala ölümün, o ölüm anın, sakratul mavti, ölüm məsliyini onun üçün asan eləsin, iki iş eləsin. Bir, vəsul olsun qohum əqrabasına yetişsin və bir də valideynə bar olsun. Bu vəsul və bar sözlərini mən izah eləmək məcburiyyətində oldum. İki iş can verməni asanlaşdırar. فَإِذَا كَانَ ذَلِكَ هَوَّنَ اللّٰهُ عَلَيْهِ سَكَرَاتِ الْمَوْتِ وَلَمْ يُصِبْهُ فِي حَيَاتِهِ فَقْرًا أَبَدًا. Şeyx Səduqun əmalisindədir bu hədis. Həzrət buyurur, əgər bu iki iş eləsə, qohum əqrabasına vəsul olsa, yetişsə, valideyninə yaxşılıq eləsə, Allah onun ölüm anını asanlaşdırar
və onlar, həmin adamlar dünyada yoxsulluq çəkməz. İki iş. Bu vəsul nədir? Şeyx Abbas Qumi Mənazil Axirətdə bu anı gözəl izah edir. Mənazil Axirə, axirət mənzilləri kitabı da tərcümə olunub. Fürsət olsa bunu alın, oxuyun. Deyir, orada deyir, bu iki iş can vermə anında şeytan vəsvəsinə qarşı mənəvi sipərdir. Şeytanın qarşısını alır bu iki iş. Qohumlara yetişmək, vəsul. Təkcə zəng eləmək yox, mənim qohumlarımla əlaqəm var. Vəsul nədir yetişmək? Mən qohumlarıma gedirəm, gəlirəm, zəngləşirəm. Bu vəsul olmaq demək deyil, yetişmək demək deyil. Nədir bu? Vəsul çətinlik zamanı qohumların yanında olmaqdır. Qohumun çiynindən yükü almaqdır. Görürsən bir çətinliyə düşdü, gedirsən onun yükünə şərik olursan, bu olur vəsul. Bu ölüm anını asanlaşdırar və insanı yoxsul qoymaz eləməyə. İmam Həsən əleyhissalam buyurur, mən vasa əxahu bimalin əv cahin əv lisanin amənəhullahu Teala yevməl fəzəil əkbər. Hər kim öz qardaşına yetişə, malı ilə, dövləti ilə, hörməti ilə, dili ilə. 3 dənə hörmətin var, ağız açırsan, gedirsən onun bunun qapısına. Allah onu o ağrılı günün, qiyamət gününün günündə öz amanında saxlayır, Allah aman verir. Yəni, yükü qohumun çiynindən almaqdır. Qohuma dərd vermə, elə çalışma qohumun çiyninə yük olasan. Sən də bir qohumun çiynindən yükü al. Qohumu ilə bir ömür küsülü qalıb, gözləmə öləndə gedəsən aşqarasının üstündə oturasan. Məclisində oturasan da bir ömür düşmənçilik eləyib, gəlir aşqarasına şərik olur. Yox, bu insanın Quran-ı Kərimdə İmam Sadiq ağa buyurur, mənim ən çox qorxduğum məsələ qohumlarla əlaqəni kəsməkdir. Çünki Allah Quranında 2 dəfə lənətləyib qohumlarla əlaqəni kəsmək. Və yaxud da oturub qohumuna hey həsəd aparma. Adamları imamdan rivayət deyir, bəqidə ölənlərə mən səsləsəm qalxsar ayağa, bunların çoxu bəd nəzərdən ölüb. Başqasının da işi yoxdur. Adam var, qohumun süfrəsində yeyir, durub gedən deyir, xoş halına, bunun evinə bax, eşiyinə bax, maşınına bax, varıdı verdi. Bu şeyləri eləmə. Əgər ölümün asan olmağını istəyirsənsə, qohumu ilə mehriban ol qəlbən, ikincisi onun yükünü al, ona yük olmağa çalışma. Bu olur vəsul, istifadə et, sonra da nəzərlə, həsədlə evin yıxdır get. İkincisi, barrən və bil valideyni barrən. Allah Quran-ı Kərimdə valideyn haqqında danışdığı infaq demir. Bir və ihsan deyir. Bir nədir? Valideynə bir, yaxşılıq. İnfaq ehtiyacı olanda, səndən bir şey istəyəndə, onun xərclərini verməyə infaq deyirlər. Bir isə valideyn dilə gətirməmiş onun ehtiyaclarını yerinə yetirmək birdir. Valideynin nəyə ehtiyacı var? Özün onu yaşayasan, gözləməyəsən, dədə zəng eləyə, nənə zəng eləyə, filan şey bala yoxumuzdur. Onu zəng eləyəndə vermək infaqdır. Amma ölüm anını asanlaşdıran valideynin istəyin dilə gətirməmiş, onun hacətin yerinə yetirməkdir. Allah bizi ağ valideyn eləməsin inşallah. Bir və ihsan budur. Valideynin tələbatı nədir? Valideynin də vəzifəsi, hərəmiz valideyndir. Övladlarımızı gücü çatmayan şeylərlə yükləməməkdir. Mümkün qədər. Övladın boynundakı vəzifəni dedik, valideynin də vəzifəsi övladı çox sıxıntıya salmamaqdır. Üçüncü, can vermə anını asanlaşdıran Əhl-i Beyt əleyhissalamla rabitə insanın ölümün asanlaşdırar. Səid İbni Təyyara İmam Sadiq əleyhissalam buyurur, və idə bələğətil hülqum, Quran Vaqiə surəsində buyurur, İmam bunu oxuyur, əlin uzadır bura. Deyir Səid İbni Təyyar, can bura yığılanda, o qədər ruhum sevindi bu hədisi oxuyanda, can bura yığılanda mömin bizi görər. Niyə görər? Deyir, soruşdum, onda
Müminin halı necə olar? Ağa, ağa buyurdu, vallah elə bir sevincə qərq olar ki, bir daha heç vaxt dünyaya qayıtmaq istəməz mömin bizi görəndə. Niyə görə Allah Əhl-i Beyt əleyhissalamı göstərər möminə? Çünki o görüntü şeytanın hücumu zamanı Allahın mümini tək qoymamağı üçün bir dənə Allahın lütfüdür. Allah mümini tək qoymamaq üçün imamları göstərər ona. İmamların simasını göstərər. Adam imamın görəndən sonra ölüm anı onun üçün asan keçər. Əli əleyhissalamın bir şeiri var. Haris Həmdaniyə. Ya hari in yamut yarəni min mu'minin ev münafiq ya'rifuni tarfuhu və a'rifuhu binatihi və ismihi və ma'amilə. Şeir ərəbisini burada saxlayıram, mənasını deyirəm. Ya Haris, ya Hari şeirdə Harisin sıyını atıb, imam qısa gəldi. Ya Hari, hər kəs öləndə məni görər. İnşallah. Deyir Allah əmrül möminini başımız üstünə əsg eləməsin. Hər kəs öləndə məni görər. Ey Haris Həmdani. İstər mömin olsun, istər münafiq olsun. Onun gözü məni tanıyar, mən də onu tanıyaram. Vəsfi ilə, sifəti ilə, adı ilə, əməli ilə mən tanıyaram. Sən, Haris, sən siratda məni tanıyacaqsan və məni ki gördün oradan yıxılmaqdan qorxma, nə də sürüşməkdən qorxma. Susadığın zaman sənə elə bir su içirdəcəm siratda, onun dadını damağında bal kimi hiss eləyəcəksən. Cəhənnəm odu alovlananda ona deyərəm, cəhənnəmə deyərəm, dayan ey cəhənnəm. Sadiqlərə və nəciblərə yaxın gəlmə. Onu burax, çünki onun təvəssül ipi Peyğəmbərin vəsisinin ipinə bağlıdır. Yəni mənim əlimdədir. Dördüncü can vermə asanlığı, hər kim rivayətdə var, Zəlzələ surəsinin İzâ zülzilətil ərdu zilzâləha. Bu surəni çox oxusaq, xüsusən namazlarında ölüm anı asan olar. Və beşincisi, Məfatihə baxarsınız, ədilə duası var. Ədilə duasını oxuyan insanın, çox oxuyan, mərifətlə oxuyan insanın can vermə asan olar, can verməsi. Qur'anla ünsiyyət, 6-cı səbəb, can verməyə asanlıq gətirən səbəb, Qur'anla ünsiyyəti olan insanlar can verən zaman asan can verər. Çünki qardaşlarım, bunları ona görə saydım ki, dünyada Allah'ı inkar edən var, amma ölümü inkar edən yoxdur. Ölüm qaçılmaz bir həqiqətdir. Həmişə deyirəm, ölüm bir şərbətdir, hamı dadacaq. Cənazə bir atdır, hamı minəcək. Qəbir bir sandıqdır, hamı girəcək. Madam bu var, qarşıdan bir can vermə anı var. Ona görə bu 6 dənə mətləbi saydım ki, həmin zaman üçün bir hazırlıq eləyək inşallah. Allah dünyadan yaşayanda, dünyadan gedəndə, axirət həyatında bizi öz yanında uzaq bəndələrdən qərar versin. Bismillahirrahmanirrahim. İnna a'taynakal kevser fesalli li rabbika venhar inne şaniyeke huvel abtar. Sadakallahul aliyyul azim.